Birinci sual sadə sual idi mı? Sabit funksiya. Eğer bu funksiyanın sabit funksiya olması için oradan x'ləri nə edək? Silək. Burada. Bir saniye. Aha. Birinci sualda. Dedi ki sabitdirsə orada x ola bilməz. Bunu sildik. A çıxı 3 nəyə bərabər olacaq? A çıxı 3 sıfıra, A 3'ə. B çıx 4 sıfıra. O zaman B də 4'ə. Əla. Hə, A bərabərdir 3'ə, B bərabərdir 4'ə. Aparıb yerinə qoyun da. Bəli. 2 vur 3 üstə gəl, 3 vur 4 neçə elədi? 18. Deməli, bu sabit funksiyamız nəyə bərabər imiş? 18'ə. X'in hər hansısa bir qiymətindən asılıdırmı bu? Xeyr. Sən bura nə qoyursan qoy, zaten cavabını alarsan 18 cavab B variantı. Mən vərəqi düzəldim. Özdə qara rejimə keçəyəm. Sol tərəfi söndür də. Sol tərəfi söndür. Mən də burada vərəqi açım. Hə, əla. Peki, bura niyə girdi? Getdik. İkinci sual. Nə deyir ikinci sualımızda? Düz xətlərinin kəsmə nöqtəsinin koordinatları hasilini tapın. İki düz xət kəsişərsə bərabərləşdirək. 3x çıx 7 bərabərdir 5x çıx 13. Aha. 3x'i sağa, 13'ü sola ata bilərik və ya 5x'i sola ataq fərq eləmir. 3x çıx 5x bərabərdir mənfi 13 üstə gəl 7. Mənfi 2x bərabərdir mənfi 6. X bərabərdir 3. X 3'dür. Aparıb yerinə qoyaq, bir də y-i tapaq. 3x çıx 7. 3 vur 3 çıx 7 neçə eləyir? 2. Bunların bizdən nəyin istəyir? Hasilin. Yəni x, y. 3 vur 2 bərabərdir 6. Bu qədər. Bu da sadə sual idi. Nəticəsi yaxın bir həftə ərzində. Qrafikdə Aycan? Yox, bir həftəyə çıxmalıdır. Bunlardan bir həftə qabaq imtahan verənlərin nəticəsi artıq çıxıb, onlar da bir həftəyə çıxar. Qrafikdə eyni gücə malik olan işçilərin sayı onların eyni nəsə verilib. Düz asıldı tərs. Zaten grafikin özü nədir? Tərs. Adı nə idi? Hiperbola. İndi diqqətlə baxaq. N plus 1. Zaman N plus 1 olanda işçi sayı nə olur? 10. Bəz zaman N plus 7 olanda işçi sayı nə olur? Ay, sağ ol. Hə, indi bu dediyi ki, tərs asıldı, düz. Tərs asılı olanda biz nə edirdik? Bəli, qabaq-qabağa vuraq, N-i təyin edək, sonra 20 işçinin neçə günə yerinə yetirəcəyini təyin edərik. Buradan nə edirəm? 10, demək, n üstü gəl 7. Qoy, ağı götürüm. N üstü gəl 7. N vur n plus 7 bərabərdir 10 vur n plus 1. Bu da eləyəcək. N kvadratı üstə gəl 7n bərabərdir, bəli, 10n plus 1. Birbaşa çıx yazım deyirsiniz, yazım da. Çıx 10n çıx 10 bərabərdir 0. Bu da bizə verəcək n kvadratı üstə gəl 7n çıx 3n üstə çıx 10 bərabərdir 0. N1 5 N2 mənfi 2. Mənfi 2 zaman olar. Mənfi 2 say olar. Yox. Ona görə N neçədir? 5. Aparıb N'in yerinə 5 qoyaq. Deməli N'in yerinə məsələn bura qoyaq 5. Bura neçə eləyər? 6. Bu işçi 6 günə, daha doğrusu 10 dənə işçi. 10 işçi işi neçə günə görür? 6 günə. O zaman 20 işçi neçə günə görər? 20 işçi. İşçinin sayı artarsa işin görülmə zamanı azalar, bəli. Düz asıldı tərs. Tərsdir deyə qabaq-qabağa vuraq da. Vuraq qabaq-qabağa olacaq nə? 20x. Deməli 20x bərabərdir 60, x bərabərdir neçə? 3. Bu qədər. Üçüncü sual. Bu sadə idi. 4'ə baxıram. Funksiyası üçün y mənfi 10 olarsa çox asan sualdır. Niyə? Əslində bu təzə sualdır mı heç? Bu sualı görmüşdüm əvvəl. 4-cü sual nə deyir? Y bərabərdir A vurulsun. X-in yerinə nə qoyacağıq? Tez qoyaq. Çıx B vur mənfi 3 üstə gəl 7 bərabərdir nəyə? 10'a. Bitdi. 9A üstə gəl 3B bərabərdir 7-nə sağa? 3'ə. Hər tərəf 3'ə bölək. 3A üstə gəl B nəyə bərabərdir?
1'ə. Cavab C variantı. 4-dən sonra baxırıq 5-ci suala. B parametrinin hansı qiymətində funksiyasının qrafikinin təpə nöqtəsinin absisi 1-ə bərabər olar? Təpə nöqtəsinin absisin koordinatı necə tapılırdı? Ay sağ ol. M bərabərdir mənfi B bölü 2 A bərabərdir nəyə? 1-ə. Deməli, mənfi B böl 2 vur mənfi 1 bərabərdir 1-ə. Tamam. Zaten B'nin yerində B yanır. Buradan da mənfi B bərabərdir. Məxrəcdən bir atıb çarpaz eləyəndə mənfi 2-yə B neçə eləyər? 2. Doğrudur. Cavab B variantı. 6 eynisi yox. Funksiyanın qrafiki təpə nöqtəsinin absisi 1-ə bərabərdirsə A-nın qiymətini tapın. Təpə nöqtəsinin absisi 1-dir. Necə tapılırdı təpə nöqtəsi? M mənfi B böl 2A bərabərdir nəyə? 1-ə. Mənfi B neçədir? 2. Böl 2 vur A. Bərabər nəyə? 1-ə. Hə, bəli. Məxrəcdən bir atıb çarpaz eləsək. 2A bərabərdir mənfi 2A bərabərdir. Aferin. 7-ci sual. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Bu da asan suallardandır. Təpə nöqtəsini tapmaq üçün nə edirdik? Birinci M mənfi B böl 2A mənfi 8 böl 2 vur mənfi 2 mənfi 8 böl mənfi 4 cavab 2. Aycan? 2 ilə olan bir dənə variant var, hə? B variantı. Amma biz nə edəcəyik? O 2-nin yerinə qoyub o birisini də taparıq. Tapıb sonra həll eləyə bilərik. M bərabərdir. Mənfi 2 vur. Demişdik, N-i tapmaq üçün də X-in koordinatını yerinə qoyuruq. Mənfi 2 vur 2-nin kvadratı üstəyə 8 vur 2 çıx 11 neçə eləyəcək? Mənfi 3. Doğrudur. 8-ci sual eyni sualdır. Bir dənə M-i tapsaq kifayətdir burada cavab çıxması üçün. Mənfi B böl 2A. Mənfi B. Mənfi 12 böl 2 vur mənfi 3 neçə eləyəcək? 2. 2 olan bir dənə variant var. Cavab B variantı. 9. 2 mənfi 5 nöqtəsi funksiyasının qrafikinin simmetriya oxul varsa. Əla. Bu suallar başladı. Aycan, yox. 2 mənfi 5 danışdıq axı simmetriya oxu nə idi? Bax qadası 2 mənfi 5 nədir? Simmetriya oxunun üzərindədir. Tamam. Funksiyanın qrafikinin simmetriya oxu üzərindədirsə parabolanın təpə nöqtəsinin ordinatını tapın. Birinci biz absisdən işləyib sonra ordinatını tapmalıyıq. Taparıq. Bax qadası. Məsələ nədir? Aycan, yox. Bir dənə parabola təsəvvür eləyək. Bir dənə parabola düşünək. Yəni evimiz də. Bu bizim parabolamız deyil. Parabolanın simmetriya oxu neçə? Simmetriya oxunun üzərindəki nöqtənin koordinatı nədir? Simmetriya oxu bu deyil. 2 mənfi 5 nöqtəsi. Məsələn, atıram, mənfi 5 buradadır. 2 də buradadır da. 2 mənfi 5 nöqtəsi bunun üzərindədirsə, bunun simmetriya oxu haqqında məlumat verəndə o simmetriya oxunun ordinatına heç bir, yəni ordinata heç bir aidiyyatı yoxdur. Y-ə heç bir aidiyyatı yoxdur. Ancaq nəyə aidiyyatı var? X-ə. X də nədir? Təpə nöqtəsinin X-i. Yəni, nəyə aidiyyatı var? M-ə. Biz dedik ki, simmetriya verərsə, onun yalnız M-i tapmış oluruq. M nəyə bərabərdir? 2. Sual içərisi mən bu mənfi 5 nəyə lazımdır? Heç nəyə, əzizlər. Çünki simmetriya oxunun özü lazımdır. O Y-i falan lazım deyil bizə. Tamam. Yəni, buranın istəyir mənfi 5. Məsələn, ola bilər burada nöqtə versin. Hə, nağarım. Mənə bunun verə biləcəyi tək şey M-dir. M-i tapdım. M-in düsturu nə idi? Mənfi B bölü 2A bərabərdir neçəyə? 2-yə. Mənfi B. B-nin yerində nə yazılıb? K üstəyər 2, amma qabağında mənfisi ilə bölünsün. 2 vur. A-mız nədir? Bərabərdir 2-yə. Aycan? Bu lazım deyil sənə. Sənə, bəli, bir dənə beynivə yaz ki, simmetriya oxu varsa, parabolanın simmetriya oxundan təkcə götürəcəyin şey M-dir. Təpə nöqtəsinin X-i. Bəli. Təpə nöqtəsinin ancaq X-ini götürürsən. Bunu da mənfiləri atsam, K plus 2-ni 4-ə böləndə 2 verirsə, K plus 2 nədir? K plus 2 bərabərdir 8, K bərabərdir 6. İndi 6-ını da aparıb yerinə yazın. Y bərabərdir mənfi 2x-in kvadratı üstəyər. K üstəyər 2. 8x üstəcək 2. Bizdən bunun nəyin istəyir? Təpə nöqtəsinin ordinatın. Ordinatını tapmaq üçün zaten absisi yerinə qoymalı deyilik. Təpə nöqtəsinin absisi neçədir? 2.
2-ni yerinə yazın. Mənfi 2 vur 2-nin kvadratı üstəgəl 8 vur 2 üstəgəl 2. Mənfi 8 üstəgəl 16 üstəgəl 2. Bu da neçəyə yiyir? Doğrudur. Y variantı. Maraqlı və tam qəbulluq sualdır. Niyə? Sual 2 parçadan ibarətdir. M-in K-nın tapılması, tapılan K-dan cavabın tapılması. 9-dan sonra düşər. Sual çərəsi. Düşər deyirsən də. Düşər də, belə çətin sual deyil. Hə, düşsün də. OTK-da istifadə olunan sualdır. Özü bir yox, bir neçə dəfə. Təpə nöqtəsinin x-i. Amma baba, burada biz siz nədir saça bilərik? Və biz təpə nöqtəsinin x-inə nə deyirik? M. M nədir? 1. M-in düsturu nədir? Mənfi B böl 2A. Bir dənə problem odur ki, uşaqlar çaşıb deyir ki, əməliyim, M 1 deyil, aparıb 1 qoyaq yerinə, aidiyyat yoxdur. Burada M bizə çaşdırıcı bir hərfdir əslində. M bərabərdir, mənfi B böl 2A. Mənfi, B-si nədir bunun? Gözün görmür sənin. Qocalmısan, əməliyim. Mənfi M plus 3 böl 2A bərabər neçəyə? 1-ə. O zaman məxrəcə bilən bir adıb çarpaz edək. Mənfi M çıx 3 nəyə bərabərdir? 2-yə. Mənfi M bərabərdir. Pullu o tərəfə? 5-ə. M bərabərdir? Əla. Apar indi yerinə qoy funksiyayı yaz. Y bərabərdir. X kvadratı üstə M plus 3. X üstə çıx 5. Yerinə qoy. Mənfi 5 yerinə yazsaq nə olar? X kvadratı çıx 2, X çıx 5. Aha, funksiyasının qrafikinin simmetriya oxu üzərindədir. Hə, indi nə edirik? Təpə nöqtəsinin ordinatını tapmaq üçün nəyi qoyacam? Bunu qoyacam, bunu qoyacam. Çünki təpə nöqtəsinin x-i budur. Bu M, buradakı M-dir. Adı nədir? Buradakı M. Yəni orada M yox, başqa hərf yazsaydılar daha rahat olardı. N yazsaydılar daha rahat çaşmazdıq. Aparıb yerinə qoyuram. 1-in kvadratı çıx 2 vur 1 çıx 5 bərabərdir. 1 çıx 7. Mənfi 6. Cavab B variantı. 11-də fikir verirsəz, eyni sualdır. Bu dəfə biz üçün sualları rahatlaşdırıblar. Necə? 1 mənfi 5 yox, sadəcə mənfi 3 veriblər. Simmetriya oxunun tənliyi mənfi 3-dürsə, deməli təpə nöqtəsinin x koordinatı nədir? Bəli, təpə nöqtəsinin x koordinatı mənfi 3-dür. Aycan. Simmetriya oxunun tənliyi mənfi 3-dür. Sən çaşasan deyə. Sən simmetriya oxu sözü görən kimi ağlıma birinci nə gəlməlidir? M. Amma o M, bu M deyil. Bax, indi götürüb bura M yazsa, burada M yazıb, sən deyəsən, M yapışdır geçsin. İndi biz M deyirik də ana. Onlar məsələn suallarda x0 da deyə bilir, M də deyə bilir, baxır da vəziyyətə. Deməli bizim mıxımız MX də ana. Yadımızda qalsın deyə nə deyirdik? Yadımızda qalsın deyə nə deyirdik? MX. Mənfi B böl 2A bərabərdir mənfi 3. Tamam. Buradan M-i tapa bilərikmi? Dostlar. Tapaq da nə? Boy. Mənfi M çıx 1 böl 2A bərabərdir mənfi 3. Məxrəcdən bir atıb çarpaz eləyək. O zaman M çıx 1 nədir? M bərabərdir? Tamam. Başa düşdük bunu? Davamını oxuyaq. Funksiyanın qrafikinin təpə nöqtəsi absis oxu üzərində yerləşir. Hə. Yerinə qoyub nəyə bərabər eləyəcəyik? Niyə? Nöhün? Nə səbəbdən? Maraqlı yollar gəlir. Hər ikiniz düz deyirsiniz. Əgər üzərində yerləşirsə diskriminant 0. Aferin, bir yol odur. Amma bu şagird daha qısa yol deyir. Müəllim oldu nələdir da? Bunun üsulunda nədir? Təpə nöqtəsini sən yerdə qoyanda nəyə bərabər olacaq? 0-a. Niyə? Təpə nöqtəsi absis oxunun üzərində olduğuna görə təpə nöqtəsinin y-i 0-dır. İndi hansı üsulu istəsəz yaza bilərəm. Müəllimin üsulu keçirəm. O şəxsiyyətdə də müəllim potensialı var biraz. Birinci qrup RK-ydın da səndə.
Fikirləşəcəm. Gəlirik bura. X kvadratı üstə 6x üstə gəl n. Nə qaraq? Hansı üsul yazaq? Yaxşı, onda onda x-in yerinə təpə nöqtəsinin x koordinatı neçədir? -3. -3 yerinə qoyub sıfıra bərabər eləyək. 6 vur -3 üstə gəl n nəyə bərabərdir? Sıfıra. Özdə müəllim həm centilmendir, həm də savaddır. 9-18 n bərabərdir 9. Aycan? -3 vur deyil, o x-i -3 olduğunu. Bax, biraz feyz al, biraz heç olmuyor. Ben de o elədim da nə? İlk bir başda qoyanda m məsul olur axı, bu məsul olur axı. M üstə gəl n, m-i tapmışıq neçə? 7. N-i tapmışıq neçə? 9. Ya da diskriminantla da gedə bilərdik. Biz bilirik ki, diskriminant üsulda düzdür. 12. Simmetriya eyni sualdır. Simmetriya oxunun tənliyi. Bu arada 12 təzə sualdır, amma 13 təzə sualla oxşamır. 13 köhnə sual deyil. Simmetriya oxunun tənliyi x -2 olan funksiyasının qrafiki təpə nöqtəsinin, bəli. Yazmağa ehtiyac varmı bunu? Bəlkə diskriminant üsulu ilə bunu da yazım. Centilmenlik eləyək də, hə? n bərabərdir -2. Düstur nə idi? n bərabərdir -b bölü 2a bərabərdir nəyə? -2-yə. -b, yəni -p üstə gəl 1 bölünsün 2 vur 1. Aycan, bağlaya bilərsən, soyuqdursa bağla. -2, məxrəcdən bir atıb çarpaz eləyək. Bərabərdir -4. P üstə gəl 1, 4-dürsə P neçədir? 3. P-ni üstə aptıq aparıb yerinə qoyaq. Y bərabərdir x kvadratı üstə gəl. P plus 1. 4x üstə gəl q. Hə, q-nü necə tapaq? Təpə nöqtəsi biz bir dənə də qeyd etmişdik ki, absisin üzərindədirsə diskriminant 0. D bərabərdir b kvadratı çıx 4ac bərabərdir 0. 16 çıx 4q bərabər 0 olarsa, 4q bərabərdir 16 olarsa, q də bərabər 4 olur. Bizdən də bunların cəmini istəyir. 3 istəyir 4 cavabı 7. 13-cü suala baxsaq, m-in hansı həngiçisi tam qiymətində parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir. Birinci rübdə yerləşirsə, bu parabolanın təpə nöqtəsinin həm x həm də y koordinatı nə olacaq? Sıfırdan böyük. Birinci rübdə yerləşdiyinə görə həm x həm y koordinatı müsbət olacaq. Getdik. Təpə nöqtəsinin x-i nə idi düsturu? -b bölü 2 böyüdü 0. Gəlin yazaq. -2 vur m çıx 5 bölünsün 2a. Neçənci rübdə yerləşir? Təpə nöqtəsi birinci rübdə yerləşirsə, demək təpə nöqtəsinin həm x koordinatı, həm də y koordinatı sıfırdan böyüdür. 2 sol, 3 aşağı, 4 sağda. Getdik. İndi buradan nə edəcəm? Bunu sıfırdan böyük, sıfırdan kiçik dedik. M-i sıfırdan böyük. O zaman -2m çıx oldu plus 10. Vur 2 yazdım da. Birbaşa 2'ye vurup məxrəcdən cavabı qurtardım. -10, müsbət 10'u ataq sağa. -2m böyüdü -10'dan. M isə kiçikdir 5'dən. Hə, sonra. Yenə kimsə diskriminant dedi. Diskriminant nə olsun? İntiqamın eləyinci səsi var. Aycan? Yax. Niyə? Hə, bunun səbəbini siz fikirləşincə, mən elə birbaşa bəlkə n koordinatı ilə işləyim. Aha, birinci rübdə, təpəsi birinci rübdədir. A sıfırdan böyüksə, avtomatik də kiçik olur sıfırdan. Amma elə əzbər qayda yazmırıq da biz. Əgər məsələn A sıfırdan kiçik olarsa, D də sıfırdan kiçik olmaq məcburiyyətində qalacaq. Qollar aşağıda 2 dənə kök olacaq. Şəkillə görə bilərsiniz. Əslində, nə deyir şagirdimiz? Deyir ki, əgər şüşləyəndir, qollar yuxarıdırsa, deməli bu nə toxunmur, nə kəsmir, diskriminant sıfırdan kiçikdir. Aferin. Ya da ki, bəlkə n-in düsturu ilə yazaq. Bir qeyri-adi yollar nə edir? N-in düsturu nə idi? Böl 4a. Sıfırdan nə olacaq? Böyük kiçik.
Böyük. Niyə böyük? Çünki neçənci zürubdə yerləşir? Birinci zürubdə. 4 vur A. 1. C. M kvadratı çıx. 2 vur M çıx 5'in kvadratı. Sıfırdan nədir? Böl 4A. 4 vur 1 böyükdür sıfırdan. Əla. 4M'in kvadratı çıxılsın. Əzizlər, olar mı bunu belə yazım? 2'nin kvadratı 4. M çıx 5'in də kvadratı bu formada yazıram ki, çaşmayaq. Hər tərəfi 4'ə vurmağıma icazə verdinizmi? Məxrəcdə 4 vardı, apar tulla getsin. Müsbət olması üçün ya 4'ü atsaq da bir şey dəyişmir. Böyükdür 0. Bunu da atsaq 4M'in kvadratı çıx 4 vur M kvadratı çıx 10M. Plus 20 böyükdür 0'dan. 4M'in kvadratı... Səhv yazdım. Plus 20 nədir? Bir abır olmuşduq. Amma deyirəm, səsin çıxsın da. Sənin fikrin... Deyəcəm fikrin haradaydı? Üstəyəl 40M. Çıx 100. 4M'in kvadratları islah getdi. 100'ü atsaq tərəfə. Deyəsən səhv yazdım. Deməli 40M. Burada da M də böyükdür 100 böl 40'dan. Onu 4'ə bölündə neçə dəfə düşür? 2,5. 2,5'dən böyük, həfsə düzdür. 2,5'dən ən kiçik tam ədəd 3. Doğrudur. 3, 4 uyğun gəlir. Ən kiçik 3'dür, ən böyük də olardı 4. Başa düşdükmü? Ulan nəsə bu sualda başqa cür deyə cavab topluda. Təzədir deyə bu fərqli cavab aldıq yəqin. Sonra cavab oldu 3. Burada cavabını almışdıq 7. Yox. Hə 7 idi də burada. Aycan 16 o birisində idi. Cavabları üstündə yazın, bir də etalon çıxarmağıma ehtiyac qalmasın. 6'da cavab nə idi? Təşəkkürlər. Başqa cavab yazmadım. Hə bir də etalon çıxarmayayım burada. Birbaşa buradan cavabları hazırlayarım. Sonra bunu açıb böyük yazıram. Əmsalları tam ədəd olan funksiyalar üçün C-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Tapaq. C hanı? Bu. C-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Tapaq. Əziz və dəyərli şagirdlər. Oyda 2 dənə funksiyadır. İkisini də qurmaq məcburiyyətindəyik. Quraq. Məsələ nədir? Birinci funksiya nətər yazılacaq? Sol tərəfdəki fx-dir də. Fx bərabərdir. Aha. Kömək edin də nə? Amma A yazılmayıb. Orada nə yazılıb? D. Olar mı ki yazım? D vurulsun x çıx. X1 neçədir? Hə, fx-dir. Üzr istəyirəm. Sağ olun şagird. A vurulsun x1 neçədir? -5. O zaman nə olacaq? X üstəyəl 5 vurulsun. X üstəyəl 1. Tamam. Bu fx'in funksiyasıdır. Bəs gx-ə baxsaq, gx hansı formada yazılıb? Gx isə bərabərdir D vurulsun. Nə? Təpə nöqtəsinin koordinatları nədir? Aferin. Təpə nöqtəsinin m-i 3, n-i 0. Əla. D vurulsun nə olacaq? M çıx 3'ün M çıx 3 nədir? X çıx 3'ün kvadratı. Əla. Deyir ki, C-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Əmsallar necə ədədlərdir? Tam ədədlər. Neyniyə görəsən? Nağarıq. Aysa. Kəsişirlər deyə bərabərləşdirəcəyik. Bu əla. Başqa. Əzizlər, olar mı ki, mən bərabərləşdirək bərabərləşdirməyinə? Amma bir dənə təsəvvür edin. Bərabərləşdirsək nə qədər məhsul olacaq? Biraz çox. Düzdür, 2 dənə. 2 dənə olmağına 2 dənədir. Prosto şey söhbəti də var da. Y-si, B-si söhbətləri də var. Ona görə nə məsləhət görürəm mən sizə? Buradan belə yazaq. Açın bir dənə bunu. Bunu vurun açın. Oo, üstün zəkalı bir dostumuz birbaşa dedi. Təşəkkürlər. Aycan. İmtahan hər kəsin vecinə deyil çünki.
Neçə nəfər gəlməyib? 1, 2, 3. Normalda klassik növbələşib gəlməyənlər hamısı bu gün gəlməyib. Növbələşənlər var idi. 4-5 nəfərimiz var ki, növbələşib gəlirdi. Bir gün bu ikisi gəlirdi, bir gün o ikisi gəlirdi. Onların hamısı bu gün yoxdur. Onlar da ümid edirəm, inşallah xoş deyək, xoş da olsun nəticələri. İnşallah imtahan nəticələri yaxşı olur. Bərabərdir. Bunu da vurub açaq. Ax kvadratı üstəgəl 6ax. Arada bir heyf deyirəm. Arada deyirəm heyf. Mən niyə həftədə 4 dəfə dərs keçirəm bu uşaqlara? Sonra deyirəm, yox, mən belə ağıllı uşaqlarım var. Əziyyət çəkib, yol gəlib. Bu, bəli, belə. Hətta dərsdən 4 saat qabaq gəlir. Belə dəyərli şagirdlərimiz var. Gəlib əziyyət çəkib, kuknada oturub dərs yazan şagirdlərim var. Belə Aycan? İndi hər niyə gəlir də. Sənin aidiyyat var, niyə gəlir? Bəli, əziyyət çəkir uşaq. İndi gedək bu tərəfə açaq. Baxay müəllim, arada belə keyfin pozulur. Sonra baxırsan uşaqlara, deyirsən, hə, olanlara şükür edirsən. Aycan, kimin? Bunun? Əslində, hə, yağır biraz. Bunu da vurub açmağıma icazə verirsinizmi, əzizlər? Tamam. Burada nə görürəm? Birincinin C'si. İkincinin C'si. Əgər bu nöqtə hər ikisinin C'si deyilmi? Bu 5A9 deyə nə olacaqdır? Barabardırsa A9 D5. K yazmayacağım. Nöhün yazmayacağım. Onsuz da olur. Zaten görün nə düşündüm. C nəyə bərabərdir? 5A-ya və yaxud aferin. Hə, indi C 5A-dırsa aparıb cavabı tapaq da. 5 vur A neçədir? 9. 5 vur 9. 45. Bitti. Yəni mən niyə orada K yazmadım? Çünki ən kiçik qiymət istəyir. C-nin ala biləcəyi ən kiçik qiyməti tapın. K-nın yerinə də 1 qoyacağıma görə bu format alınır. Aycan? Keçərik. Birinci dağardıq, əziz şagird. Birinci fx-i yazdıq. Fx-i görsən, fx-in nələri var əlində? A, sol. Fx-in kökləri var. Aparıb köklərini işlədik. A, x üstəyəl 5, x üstəyəl 1. A vur x üstəyəl 5, x üstəyəl 1. Bunu da indi açmağın səbəbini deyəcəm. Hələ bu hissəyə baxma. Burada da sağ tərəfdə m var, m var. N-lə m-lə yazılmanı bilirsən də. X çıx m-in kvadratı plus n. A vurulsun. Hə, indi burada A-sı D-dir. Vurulsun x çıx 3-ün kvadratı plus 0. Burada məsələ nədir? Bunların hər ikisinin C-si nədir? Bərabər. C açılışda sonda qalan sərbəst deyil. Mən də dedim ki, niyə əziyyət çəkirəm? İkisini də açaram. Sol tərəfi açdım. Bunu vurdum. Vurub açanda gördüm ki, bu solun C-sidir. Bu isə sağın C-sidir. Arxadan bir dənə dəyərli şagird dedi ki, ay müəllim, sən funksiyaların özün bərabərləşdir. Hə, indi bərabərləşdirib buradan nəsə tapmaq mümkündürmü? O bərabərləşdirmək əziyyət olacağına görə sadəcə C-lərin bərabərləşdirmək kifayət oldu. Və C-lər nədir? Birində 5A-dır, o birisi də 9-dur. Bərabər olması üçün və tam olması üçün A9 D5 olmalıdır. Kəskəndə həmişə bərabərləşdiririk. Prosto bu qeyri-adi bir suallardandır da. Bu dəfə C-lərin bərabərləşdirdiyi çünki sadəcə C-ni istəyir. Möhtəşəm. 15. Hə, bu sadə sualdır. Bu zaten təzə sual da deyil. Bəli, toplunun köhnə sualdır. C-nin koordinatı 6, 0. Amma qəşəng sualdır. Yaxşı ki, əlavə olunub bura. 6, 0, yes. C-yə 6 deyə bilərəm. A-nı kim mənə deyə bilər? Aferin. A neçədir? 8. Tamam. Bu nöqtə bizə verdi. Bu hansı figurdur? Trapesiya deyil, düz bucaqlı. Sahəsi üçün nə lazımdır? S bərabərdir. Bölü 2 vur. H var mı əlimizdə? OC. 1 oturacaq, 8. Bir dənə B koordinatını bilmirəm. O koordinatı tapmaq üçün də dəyərli dostumuz, şagirdimiz deyir ki, hocam, əgər sən x-in yerinə funksiyada 6 qoysan,
Aparıb funksiyada 6-nı yazsaq nə olar? F6 bərabərdir. Mənfi 6-nın kvadratı üstəgəl 7 vur 6 üstəgəl 8. Mənfi 36 üstəgəl 42 üstəgəl 8 neçə eləyəcək? 14. Deməli, x-in 6 qiymətində funksiyanın qiyməti 14 olduğuna görə və bu nöqtədə funksiyanın qrafikinin üzərində olduğuna görə buraya da 14. Deməli, digər oturacaq neçəymiş? İndi sahəni tapaq da. A üstəgəl B bölü 2, 8 üstəgəl 14 bölü 2 vur x. X da 6'dır. 3, 22 vur o 3, cavab 66. Aydındırsa keçək növbət sonra. Tamam. Tamam. 16. Absis oxunu nöqtələrində kəsən funksiyasının qrafikinin təpə nöqtəsi MN nöqtəsidir. ABC üçbucağının sahəsi 24 olarsa cədvəli doldurun. Bu da yepyeni isti suallardandır. Deməli, funksiyanın nəyi verilib? Deyir, bu funksiyanın A nöqtəsi var, B nöqtəsi var. Gəlin bu AB-ni baxaq, qeyd edək. A nöqtəsi bizdən nə istəyir? A-nın sıfırdan kiçik olduğunu da verib, əla. A nöqtəsi mənfi 2, 0. Mən qrafiki çəkirəm. Sağ tərəfdən qrafikimi çəkim. Biraz böyüdüb qrafikimi çəkim. Deyir ki, mənfi 2, 0, 6, 0 nə deməkdir? X oxun kəsdiyi nöqtələr deyil. Mənfi 2 ilə 6, 0. Tamam. Əzizlər, biz bilirikmi? Bir dənə düz xət kimi çəkim, bu əyri oldu, başıma gəlmədi. Biz bilirik axı, A-sının 0-dan kiçik şərtini veribsə, demək bu necə olacaq? Qollar aşağı. Bəs siz mənə M-in tapa bilərsinizmi? M. Təpə nöqtəsinin x-i. Afərin. Biz bilirik axı, təpə nöqtəsinin x-i M bərabərdir x1 üstəyəl x2 bölü 2. Mənfi 2 üstəyəl 6 bölü 2. Neçə elədi? Bəli, 2. Təpə nöqtəsinin x-i 2-dir. Yəni, bu yanlıqda bir yerdə. Altını biraz da bu tərəfə çəkim ki, sual bir həqiqətə də oxşasın. Aha. Bura 2, burada 6. Onda qrafik təqribi üz aşağı olacaq, amma məndə bir dənə n-im yoxdur. Onu da özümdən belə təqribən göstərirəm. Axırda gəlib düzəldəcəm. Tamam. Qrafik xoşuma gəlmədi. Bir dənə buradan götürüm. Nəsə bu formada olacaqdır. Deməli, şəxsiyyətlər, nəyə baxaq? Nəyi tapdıq? A nöqtəsi buradır. B nöqtəsi isə buradır. Yes. Təpə nöqtəsi, bu 2 tapdığımız var ha. 2 tapdığımız bu hissə. Bu nə olacaq? C nöqtəsi. Bunun nəyi olacaq? Təpə nöqtəsi. ABC üçbucağının sahəsi 24 olarsa, ABC üçbucağımızı çəkək də. Bir dənə belə, bir dənə belə, bir dənə də belə. Sahəsi neçədir bu üçbucağın? 24. Sahə düsturu nədir? 24. İndi bu tərəf neçədir? Mənfi 2-dən 6-ya qədər məsafə 8. Onda hündürlük çəkərəm. Hündürlüyə də bir h deyərəm. Nə olacaq? 8h bölü 2 24. 4h 24 isə h neçədir? H 6 eləmədi. H 6-dırsa, bu məsafə 6-dırsa, demək təpə nöqtəsinin y-i neçə eləyəcək? O da 6. Tapdıq mı təpə nöqtəsini? Yəni 6 ilə neçə? 6 ilə, yox, üzr istəyirəm. 2 ilə 6. O zaman biz birinci nəyi tapdıq? Aycan? Birinci x sonra y gəldirdi. M-ni tapdıq. Tapdıq. Bir dənə burada əskiliyimiz nədir? ABC-ni tapmamışıq axı. Aycan?
Cəmi istəyir. Prosta əlində yenə də sən A, B, C olmalıdır da. A-nı, B-ni, C-ni tapmalısan ki, cəmini də tapasan da. Sual işarəsini necə taparıq? Aycan? Yox, bu düz buzağın, üst buzağın heç bir aidiyyatı yoxdur ki burada. Təpə nöqtəsi var əlimizdə. Bir də nə var? Bir də köklər var. Aycan? A vur, onu yazsaq. Aycan? Yo. A, B, C bildiyimiz buradakı əmsallar. Burada bir dənə nədir əskiyimiz? Y-oxun kəsdiyi nöqtə. Yazaq da. Deməli, dediniz necə yaza bilərəm? Bir dənə görüm əlavə nəyimiz var bizim. Parabolanın təpə nöqtəsi. Parabolanın təpə nöqtəsini sən zürb deyirləşir ki. Biz gedib ən axırıncıları tapdıq, ən əvvəldəkini tapmadıq. A-nı, B-ni, C-ni tapmadıq. Gəlin tapaq. Əzizlər, necə yaza bilərik burada? Bir şagirdimiz deyirdi, bir şagirdimiz deyir ki, nə deyirdi? M-lə deyirdi. A-nı tapacağıq mı oradan? İndi maraqlı bir sualdır. Mən yazıram. İki formada yaza bilərəm. Bir budur ki, A vurulsun x çıx M kvadrat üstəgəl N və ya yaza bilərəm A vurulsun x çıx x1 vur x çıx x2. Düz deyək, mən nə üsulla məsləhət görə bilərdim? Təpə nöqtəsi qaydası. Təpə nöqtəsi nədir? M bərabər mənfi B bölü 2A. Bir də bizim əlimizdə nə var? Sonra C olan x1, x2 bərabərdir C bölü A. Oradan bəlkə gedib nəsə tapa bilərdik. B bölü A əlimizdə var. Qiyməti var. C bölü A-nın isə, yox, orada da C məhsuldur da. Bu nöqtə məhsuldur deyə iki məhsulumuz olur. İşimiz biraz çətin olur, amma olsun. Getdik. Mən yazıram. A vurulsun təpə nöqtəsi. X çıx 2-nin kvadratı üstəgəl neçə? 6. Tamam. Bir də necə yazacağım? A vurulsun x çıx x1. x1 neçədir? Yəni vurulsun. Bəlkə bunları bərabərləşdirib tapaq. Bərabərləşdirib tapanmarıq. Şurada. Prosto bu qədər də sualları niyə bu qədər uzadıblar? Hara gedir? Sən deyəsən yuxulusan. Arada plus var. Hara getsin? Necə getsin? A vurulsun x kvadratı çıxılsın 4x üstəgəl 4 üstəgəl 6 bərabərdir. A vurulsun. Əziz şagird, bunu sürətlə aça bilərsən, yoxsa mən yazım? Müsbət 2 ilə mənfi 6-ın cəmi 4x verdi də. İndi bunu da vurub açaq. Ax kvadratı çıx 4ax. Üstəgəl 4a üstəgəl 6 bərabərdir. Ax kvadratı çıx 4ax. Üstəgəl. Yox, çıx 12. Burada nə gördüm? 4a üstəgəl. Bu prosto biraz qəribə oldu axı. 12a. Yox, nəsə səhv oldu elə bil ki. Düz yazdım. Hamısı gedir, qalır 4a üstəgəl 6 bərabərdir mənfi 12a-ya. Mənfi 12a-nı sola ataq. Prosto kəsir olur axı, çox pis kəsir olur. 4a üstəgəl 6 bərabərdir mənfi 12a-ya. Yes? Ki bunlar gedir, bunlar gedir. Bunu attım sol tərəfə. Niyə bu qədər pis oldu? 4a üstəgəl 12a bərabərdir 6, 16a bərabərdir 6, a bərabərdir 8-də 3. Aycan? Mənfi 6. Bu da oldu mənfi 3 bölü 8-də. Deməli 6 bölü 16 mənfi. Bu da eləyəcək nə? Mənfi 3 bölü 18. Yes? İndi şəxsiyyətlər, siz mənə bir dənə buradan nəyi deyin? A nədir? A, B nədir? Mənfi 4A. C nədir bəs? B-yə deyil. B-yə də. Bizdən də nə istəyir? A üstəgəl, B üstəgəl, C cəmini istəyir. Bu da eləyəcək A, üstəgəl mənfi 4A, üstəgəl 4A plus 6. Bu da 4A'lar gedər. Qalır A üstəgəl 6. Bu da eləyəcək
Mənfi 3 böl 8 üstəgəl 6. Bu da eləyəcək. Ortaq məxrəcə gətirməyə ehtiyac varmı ya da başqa formada da yaza bilərik. 8 bunu vurduq. 8 mənfi 3 üstəgəl 48. 8 də 45. Hə, bu qədər də sadə bir sual idi. Başa düşdükmi? Gedək 17-ci sualımıza. Hə, ümid edirəm. Deyir ki, funksiyasının qrafiki koordinat başlanğıcı və 3-cü rübdə, bir dəqiqə, funksiyanın qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə A parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın. Harada yerləşir? Koordinat başlanğıcı və 3-cü rübdə. Bu nə deməkdir? Əzizlər, bu funksiya hansı rübdə yerləşir? Bir koordinat, yəni harada yerləşir? Koordinat başlanğıcından başlayır. Buradan üzü hansı tərəfə gedir? Buradan üzü aşağı getmir. 3-cü rüb budur da ana. Düzdür, bu belə getməz. Kök 6 demişdik, beli bükük olurdu. Kök formasında elə. Bu formada olacaq. Hə. Aycan? Bu formada. Onun qrafiki belədirsə, o formada da gedəcək də, fərq etmir. Beli bükük olmalıdır. Deyir ki, funksiyanın qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşərsə A parametrinin ala biləcəyi tam qiymətlərin nəyin tapın? Cəmini tapın. İndi burada necə taparıq? Bunu tapmaq üçün 3-cü rübdə yerləşməsi üçün əmsal nə olmalıdır? Əmsalı nə olmalıdır bunun? Bəli. Əmsalı mənfi olmalıdır ki, baxın əzizlər, bu normalda bu formada olur. Bu formada olarsa, əmsal nə olacaq? Müsbət. Niyə? Bu üz yuxarıdır da ana. İndi burada isə əmsal nədir? Mənfi olmalıdır ki, getsin üzü aşağı. Getdik. Sadəcə burada bir dənə xəta var, bir dənə problem var. Deməli, əmsal mənfidir. İçəridəki əmsal da mənfi olsa, çöldəki əmsal da mənfi. Çünki içəridə bir əmsalımız var, çöldə bir əmsalımız var. Kök 6-dır. İçəridəki əmsal mənfi olarsa, həfsə. Burada məsələ nədir? İçəridəki əmsal da mənfidir, çöldəki əmsal da mənfidir. İndi bunun səbəbini sizə izah edeyim. Baxın, şəxsiyyətlər, normalda kökün qrafiki necə olur? Bu formada. Normalda kökün qrafiki olur bu formada, tamam. Burada problemimiz yoxdur. İndi fikir versəz, kökün qrafiki niyə birinci rübdə bu formada yerləşir? Çünki onun x-i də müsbətdir. Y-i də nədir? Müsbətdir. İndi burada qollar aşağı olarsa, bu hissə nə olmalıdır? Aycan? Hara? İndi aşağı gedirsə, demək qollar nə olmalıymış? Qollar mənfi olarsa qollar aşağı olar da bu formada. Bax, əziz şagird, əgər birdən bu formada olsaydı, sadəcə qollar aşağı düşünərdim. A kvadratı çıx 64, kiçik 0 düşünərdim. Kiçik 0. Kiçik olmayacaq. Üz aşağı gedir axı. Üz aşağı getdiyindən görə kiçik 0 olur. Prosto burada bir dənə də siz nə baş verəcək? Bir də 3 çıxar 0-dan kiçik olacaq. Bəs bunun olmaq səbəbi nədir? Bir dənə siz burada nəyə diqqət edin? Burada x-ə baxaq. Sol tərəfdə olduğuna görə x-in qiyməti nə olacaq? Sol tərəfdə olduğuna görə x-in qiyməti nə olacaq? Mənfi. Əgər x-in qiyməti mənfidirsə, bir dəqiqə, x mənfidirsə avtomatik 3 çıxan olmalıdır. O da mənfi olmalıdır ki, kökün altı nə olsun? Bəli. 3 çıx a vur x-dəki. X mənfidir. Amma mən bilirəm axı kök 6 0-dan böyük olmalıdır. Bu səbəbdən 3 çıxan olacaq? 0-dan kiçik bərabər. Mənfi a kiçik bərabərdir mənfi 3-dən. A isə böyük bərabərdir neçədən? 3-dən. A 3-dən böyük bərabərdir. Bu hissəsini tutdum. Tamam. Şəxsiyyətlər. Dedik ki, kök nə oldu? Kökün özü bütöv. Bütöv. Müsbət. İndi dedik ki, qrafik fikir verirsə sol tərəfə gedir. Qrafikin x-i mənfiyə doğru gedir. Tamam. Bəs qrafikin y-i nəyə doğru gedir? Y-i də mənfiyə doğru getmir. O zaman bütöv ifadə nə olmalıdır dedik. A kvadratı çıx 64. Bunu necə bura sıxışdırım? Kökün altı koordinat başlanğıcından da keçir axı. Başlanğıcdan keçirsə 0 ödənir.
Bizə saniyə bunu biraz sağa sürüşdürüm, rahat işləyim. Hə. Deməli, bir də nə olacaq? A kvadratı çıxa 64 vurulsun bu ifadə kimi də düşünə bilərsiniz. Vurulsun bütöv bu ifadə nə olmalıdır? Sıfırdan kiçik. Bu ifadəni mən tullayıram. Niyə? Bu ifadə nədir? Müsbət. Onda A kvadratı çıxa 64. Ya da sadəcə bunun mənfi olduğunu nədən düşünərdiniz? Qollar aşağıda axı. Qollar aşağıda deyə mənfi oldu. Bunu da yazıram. A çıx 8 vurulsun A üstəyə 8. Kiçik bərabərdir 0. Köklər A1 bərabərdir 8, A2 bərabərdir mənfi 8. Bunu da intervalda qeyd edək. Aycan. Şərtdə bizdən A-nın mümkün qiymətlərinin nəyin istəyir? Cəmini tapın. Taparıq. Birinci gələcək içi dolu mənfi 8. Sonra içi dolu müsbət 8. Plus minus plus. Mənfi hissə. İndi həm bu hissəni ödəsin, həm də 3-dən böyük olsun. Yəni 3. Həm bu ödənsin. 3, 4, 5, 6, 7, 8. Cəmi neçə verəcək bizə? 11, 11, 22, 27. Düzdür. Sonra. Bu da dəhşətli bir sual idi. Kim idi deyən asanlaşır? Bundan sonra deyə qaldıq. Bayaq neçə idi? 45 bölü 8. 27 eləmək 6 niyə yazmadın? Aycan? 6 niyə yazmadın? 6 niyə? Aa, 6 niyə yazmadım ki? Aralıqda 6 var da mı? Bəli, 33. Təşəkkürlər. Sonra? Hə, bundan sonra ümid edirəm asanlaşır. Ümid edirəm ha. 100% yox. Təşkildirsə asandır da, asandır. Fx və gx cüt, px və qx tək funksiyadır. Əla. Bizə verilənlər nədir? F-5-i verib. F-5 neçədir? 3. Cüt funksiyadırsa F5 neçə eləyəcək? 3. Sonra gedirik. Cüt funksiyadır deyə C-7 neçədir? 8. C7 neçə eləyəcək? 8. Sonra gedirik tək funksiyalara. P4 neçədir? P4 neçədir? P4. Bəs P-4. Q-2. O zaman Q2. Hə, da. Şimdi yapışdırın geçsin də. F5 vur C7 plus P-4 böl Q2. Yapışdırın, var da bizdə hamısı. F5 3 C7 üstə gəl P-4 Q2 3 vur 8 24 çıx 3 21 böl 3 doğrudur. Sonra 19 funksiya təyin oblası deyirsə məxrəc nə olmalıdır? Sıfırdan böyük. Bərabər deyən hansı yoldaşdır? Məxrəc 0 olar. Mən dedim həyəcandan qalxdın yəqin. Yes? Məxrəc 0-dan fərqli, kök isə 0-dan böyük. Yəni 0-dan böyük bərabər yox, sadəcə 0-dan böyük. Hə, əzizlər. Ayrı-ayrı 0 eləsək köklər neçədir? X1 bərabərdir 4. X2 isə bərabərdir -4. Amma içi boş. Birinci gəliyor -4, sonra gəliyor -4, sonra bir dənə belə, plus minus plus. Bizə hansı hissə lazımdır? Plus olan hissə? Sual. Mənfi sonsuzluqdan -4'e. Sonra nə gəliyor? 4'dən i müsbət i sonsuzluğa. Cavab D variantıdır, doğrudur. 20. Belli bir asan sualdır. Prosto buradan inəcəyik. Sadəcə burada böyük bərabər. Böyük 0 yox, böyük bərabər. Niyə məxrəcdə olmadığına görə? Hə, -1'ə vurdu, sonra köklərini tapdınız. Köklər eləyəcək -2, 2 bu arası amma kvadrat. 21'də eynisidir.
Amma ki bu D variantı. Niyə? Nə üçün? Çünki sıfırdan kiçi böyük elgirik sadəcə. Böyük bərabər eləmirik. Sonra mənfi bir nəsə o işsizlikdir. Funksiyanın təyin oblasını tapın. Nə edəcəyik? Sıfırdan böyük bərabər eləyəndə cavab düzdür D variantı. 23-də isə təyin oblasını tapın. Birdən qiymətlər çoxluğu deyər, səhv taparam. Hə, yox, təyin oblası deyir. Təyin oblasını tapın deyir. Cavab Aycan B variantı doğrudur. 24 ən çətin sual. Təyin oblası. Hər şey. İmtahan sualı. Düz deyək, qaraçı sualıdır. Amma çaşdırıcı sualdır. Cavab tək dərəcədə hər şey ola biliyor. 25-ci sualda nə edirik? Cüt dərəcə olduğuna görə x üstəgəl 5-i sıfırdan böyük bərabər eləsə, x böyük bərabərdir mənfi 5. Cavab B variantı. 26-cı sual. Cavab hər şey. Çünki cüt dərəcədir. Hoca, cüt dərəcədən ağarırıq. Kökaltı mənfi olmaz. Amma tək dərəcə olduğuna görə hər şey cüt dərəcə olduğuna görə yes, you are right, dear teacher. Bəli. Bəli. Ne yazdım? O qədər böyüyüb artıq məndə səhv tapır. Gəldik. 28-də təyin oblasını tapın deyir, tapaq. Kök altı nə olacaq? Böyükdür 0. Niyə böyükdür 0? Böyük bərabərdir. Əmdən bunu da sildim. Nə üçün sildim? Çünki bəli, mamı gəlir. Həll edək. Bir deyəndə da 5'e ataq sağ tərəfə. Mənfi 1'ə vuraq. İndi bundan sonra bir dəfə olduğu kimi bir dəfə ikisini yaza bilərik. X kiçikdir 5'dən. Mənfi x kiçikdir 5'dən. X böyüdür. Mənfi 5'dən. X 5'dən kiçik mənfi 5'dən nə olacaq? Yəni. Bəli. Zaten burada modulda nə inirdik? Əgər modulda quyruq tərəf baxırsa modula kəsişməsini götürürdük. 5'dən kiçik mənfi 5'dən böyük. Növbəti sual. Oyda. Bu nədir belə? Götürməyə aidiyyəti yoxdur. Yəqin ki. Funksiyasının qrafiki olan düz xətt apsız oxu müsbət istiqaməti 135 dərəcə bucağa məgətirib orduna toxunu 0,6 nöqtəsində kəsir. Fx funksiyasının tərs funksiyası gx olarsa f(c)-ni hesablayın. Metr hesablayacağıq. Birinci biz bu funksiyanın özünü yazmalıyıq ki, götürüb o birisini də hesablaya bilək. Deməli, nə deyir burada? Bucaq əmsalı 135-dirsə, demək K-sı neçədir? K bərabərdir. Tangens 135, bu da nədir? Mənfi 1. Bəs bunun B-si neçədir? O zaman fx funksiyası kx plus b-dir. Yazaq da yerdə fx bərabərdir. Mənfi x üstə gəlir neçə? 6. Əla. Bizdən nə istəyir? Deyir ki, fx'in tərsi nədir? Gx. Fx'in tərsi gx'dir. Bizdən nə istəyir? Fg2. Əziz və dəyərli şagirdlər, G2'ni birinci tapaq, yerinə qoyaq, sonra o cavabı tapaq. Və sual şərəsi biz G2'ni necə tapacağıq? Fx Gx'in tərsidirsə, bu tərs funksiya nə idi? X'in yerinə y, y-in yerinə x qoyduq. Tamam. İndi G2'ni tapmaq üçün biz fx'in harasını qoyacağıq 2'ni? X'in yerinə yoxsa y-in yerinə? Y-in yerinə. Niyə? Baxın, bəli, fx'in tərsi gx deyil. Məsəl üçün, belə bir sual verim sizə. Tutaq ki, f3 5'dirsə, o zaman G-dən olacaq, G 5-3 olacaq. Niyə? Nə üçün? Bəli, tərsi olacaq. F3 5'dirsə, G 5-3 olacaq. Tamam? Gəldik. Mən bu səbəbdən aparıb nə edəcəm? G2'ni tapmaq üçün
fx-i, yəni bütöv ifadəni 2-yə bərabər edəcəm. Mənfi x üstü 6 bərabərdir 2, mənfi x bərabərdir 2 çıxı 6, mənfi 4, x bərabərdir 4. Demək biz nə tapdıq? Tapdıq ki, f4 bərabərdir 2-yə. f4 2-yə bərabərdirsə, o zaman c2 nəyə bərabərdir? 4-ə. c2 nəyə bərabərdir? 4-ə. Onda neyin yiyəcək c2-in yerinə? 4 yazaq. O zaman f4-ü tapaq. Funksiyamız burada da mənfi x üstə gəl 6, mənfi 4 üstə gəl 6. Cavab 2. D variantı doğrudur. B variantı doğrudur. 30-cu suala keçək. AB aralığında təyin olunmuş qrafik və hansının həmin aralıqda tərsi yoxdur. Hə, Aycan? Bu da tezə sualdır, bəli. Hə, funksiyalardan hansının həmin aralıqda tərsi yoxdur? Oydam. Hansının tərsi görəsən yoxdur, sizcə? Aycan? Niyə? Əsas odu tapdıda, hə. Cavab, Aycan? Uşaq tapdıda cavab nədir? 2-dir. Qarma kuruş oldu. O birlerde şey yok, yüzüşmüyorum ya. Şeyler değil. Kalbine başlamasınlar. Nasıl B bir şey soruşum sizə. Funksiyada x-in yerinə 1 qoyanda y-də 2-dən qiymət ala bilərsiniz. Funksiyada x-in yerinə 1 qiymət qoyanda y-də 2 qiymət ala bilərsiniz. Cavab verirəm buna. X-ə 1 qiymət qoyanda y-də 2 qiymət ala bilərikmi? Biz x-ə 2 qiymət qoysaq y-də 1 qiymət ala bilərik. Məsələn, x-ə 3 qoydun və ya 5 qoydun, eyni qiymət ola bilər. Bu dövrü funksiyaydı. Tamam. Amma bəzi belə bir şey mümkündürmü? Tutaq ki, bu mənim funksiyam olsun. Bir dənə funksiya seçirəm sizə. Baxın belə. Belə bir funksiya ola bilərmi? Niyə ola bilməz? Çünki sən artıq x-ə tutaq ki, 1 qiymət qoydun. 1 qiymətində məsələn funksiya 5 olsun, 1 qiymətində 15 olsun söhbəti yoxdur. Hə, dedik ki, əzizlər, belə funksiyanın qrafiki olarmı? Xeyr. İndi buradakı qrafiki çevirsəz, məsələn bu qrafiki çevirsəz, üzəri ilə tutaq ki, gedirəm bu formada. Bu qrafiki, indi funksiyanın tərsi olan funksiyanı tapmaq üçün x ilə y nə edəcək? Yerini dəyişəcək, tamam. Fikir verirsəz, burada hər bir x-ə, hər bir dənə y qiyməti uyğun gəlir. Amma bir dənə bura baxaq. Burada tutaq ki, bir dənə nöqtə götürürəm siz üçün. Hansı nöqtə olsun? Bu nöqtə. Bu nöqtədə tutaq ki, x oldu müəyyən bir qiymət. Atıram, neçə olsun? Olsun mənfi 3. 1 və 2 nöqtədə eyni qiymət almır. Düzdür? Məsələn, f-3 ilə f-1 də eyni qiymət almır. Biz bu funksiyanın qrafikini çevirsək, o zaman, məsələn, normalda dedik ki, x-in mənfi 3-ünə y-in 1 qiyməti və f-in mənfi 1-inə y-in eyni qiyməti uyğun gəlir. Tərsinə çevirsək, artıq nə olacaq? Burada x-in 2 qiymətinə y-in 1 qiyməti. Orada isə, orada nə olacaq? Y-in 2 qiymətinə x-in 1 qiyməti uyğun olar. Elə qrafik olarmı? Qoy mən sizə burada çevirməklə göstərim. Bunu da çəkirəm. Çəkib göstərirəm. Baxın, əzizlər. Tutaq ki, bunu çevirdik. Çevirsək nə olacaq? 90 dərəcə çevirək. Ne görmüşse diye sıkılır. Belə çevirmədik. Belə funksiyanın qrafiki ola bilərmi? Niyə olmasın? Belə qrafik olur da. İndi xəttin pisdir, amma ola bilər. Amma bura bax. Bunu 90 dərəcə çevirək. Belə qrafik olmaz. Belə qrafik niyə olmadı? Fikir ver. 2 dəfə, bəli, yəni y-in təkrarı olar. Daha doğrusu üzr istəyirəm. X-in bir qiymətində y-in qiyməti təkrar ola bilməz. Yəni belə bir təkrar ola bilməz. Tutaq ki, 1-dir, bu bir dəfə 3 alsın, bir dəfə də 5 alsın. Belə bir söhbət yoxdur. Funksiyanın ilkin qaydası nədir? X-in müəyyən bir qiymətinə y-in bir qiyməti uyğun gəlməsinə deyirdi. Yəni x-in bir qiymətinə y-in təkrar bir qiyməti uyğun gələ bilməz. Cavab 2. Aycan? Bax, burada görsənmi təkrar var. Aha, fırlatmalıyıq. Təkrar var. Aycan? Görünüşsə, ikincidə təkrar var. Sən tərsinə çevirirsən, onda onun tərsi olmayacaq, məcbur. Fikir ver, bunun təkrarı varmı? Təkrar nəyə deyirik? Məsələn, x-in hər qiymətinə y-in neçə qiymət uyğun gəlir burada? Sadəcə 1. Amma burada isə fikir ver. Məsələn, bu nöqtəni götürürəm.
Bu nöqtədə nə baş verir? X-in 1 qiymətinə Y-in 2 qiyməti uyğun gəlir. Yox, səhv dedim. X-in 2 qiymətinə Y-in neçə qiyməti uyğun gəlir? 1. Onda bunu tərsinə çevirsək nə olar? Y-in 2 qiymətinə X-in 1 qiyməti uyğun gəlir. Belə şey olarmı? Olmaz. Bu səbəbdir. Yəni belə bir qrafik görənməzsiniz də, belə dalğalı qrafik görənməzsiniz Y-oxunda. Onun da qaydasına görə oldu. Başa düşdükmü? Şimdi aydın dəstə təzdən bir izah verə bilərəm. Firdoş çatdı mı? Yox, çatdı. Tamam, bütün knopkaları basır da. Qrafiki verilmiş funksiyanın tərs funksiyası olan Cx funksiyası üçün Ck açıq 2 bərabər 0 olarsa K-nı tapıq. Deməli, əziz şagirdlər, bir dənə elə belə baxaq. F0 neçədir? F0 neçədir? 7. Gör. Aycan? Hə, o hissəsinə gələcəm. F0 neçədir? 7. F3 neçədir? F3. Əlimdə olan nöqtələrlə işləmək istəyirəm də hələ. Tamam. Bunun tərsi hansı funksiyadır? Cx. Tərsi Cx-dirsə, F0 7. Mən nə edərəm? C7 0. Aa. Demək K açıq 2 neçəymiş? K açıq 2 7-dirsə, K da 9 olacaq. İşte bu qədər bəsit. 31-ci suala qaçışıyoruz. Funksiyanın qiymətlər çoxluğuna daxil olan ən böyük tam ədədi tapın. Keçən dərs bunu yazdıq bu sualı. Aycan. Emendir ana. Tapaq da. Hə də. Kök altında prosto. Sadəcə. Aycan. Sıfırdan kökləyənə bəli. Buydu. Burada ümumiyyətlə, bax kvadratda var, kök də var. Bunun kvadrat olduğuna görə qiyməti hara gedəcək? Üz aşağı. Birbaşa mən B-yə gedirəm. Dana, M-i tapaq. M nə idi? Təpə nöqtəsinin X-i. M-i tapaq, görək nə olacaq? Mənfi B bölü 2A, yəni mənfi 1 böl. Bunu bir balaca sərgə ilə yazın funksiyanı. Üstəgəl X, üstəgəl 6. M bərabərdir. Mənfi B bölü 2A. Mənfi 1 böl 2 vur. Mənfi 1. Neçə elədi? 2-lə 1. Yes? Aparıb 2-lə 1-i yerinə qoyub N-i də tapaq. Kök altında mənfi 2-lə 1-in kvadratı üstəgəl 2-lə 1 üstəgəl 6. Bu da bərabərdir. M bərabər mənfi 2-lə 1, 2-lə 1-in kvadratı 4-lə 1. Qabağında mənfi var. Üstəgəl 0.5 üstəgəl 6 nəyə bərabərdir? Kök altında 6 tam %25. O da elgir. Ən böyük tam qiyməti istəyirsə 2.5-ə qədər ən böyük ədəd 2. Niyə buradan kiçiyi götürürük? Çünki əmsal mənfidir axı. Buradan hara gedəcək? Üzü 0-a. Mənfi sonsuzluğa getmir də. Çünki kök 6 var deyə 0-da dayanır. Bunu keçən dərs burada yazmışdıq məncə. 32-dən sonra 33. 33 də maraqlı sualdır, qoşa sualdır. Koşa-koşa keçərik. Nə deyir? Deyir ki, f3x çıx 1 2x plus 7-yə bərabərdir. C2x çıx 3. Aha, bizdən nə istəyir? FC5-i. C5-i tapaq. J5-i nətər tapaq? Bəli. Burada nə dayanmalıdır? Burada 5 dayanması üçün x neçə eləməlidir? Bunu bağlayıram da. Aha. 2x bərabərdir, 8x bərabərdir. Apar x-in yerinə 4 qoyun. 3, 0, 4, çıx 1, 11. Əla. İndi bizdən nə istəyir? FJ5. Yəni F11 istəmir. Tapaq F11-i. O zaman bura nəyə bərabər olacaq? 3x çıx 1 bərabərdir 11-ə. 3x bərabərdir 12, x bərabərdir 4-ə. Aparıb yerinə qoyaq. 15 doğrudur. Yəni bu ürəkdə 26 suallar tutanda sonra düzünləri soğuklar. Hansı fikir? Hər şey ola bilər orada. Ola bilər. Odursa xəta ola bilər, düzdürsə. Aycan? Hə,
köhnə materialda var. Köhnə materiallar biraz nisbətən daha asandır deyə birdən vaxtınız çatmayanda bunu şey edə bilərsiniz. Amma çalışın ki, təzə ilə Nasıl zəxədir? bilirəm. Ona görə deyirəm də. Bilirəm, ona görə deyirəm. Görmürsən, o izahı bir sənə tər çəkmişəm. Hər gün yavaş yavaş səs olmasını deyirsən. Aycan, yox, bu tripodu görürsünüz. Bu tripodun yumru şey var axı. Hə, bu tripodun qoyurdum, bir ki, o qoca Onu elədim, qulağıma belə. Aycan? Hə, də o şey olur, köhnə xanımlar götürüb uşaqların çiyninə bağlayır deyə. Mən tripodu bağlayırdım çiynimə. Bağlayıb çiynimə belənçinə ki, başdan aşağı qoyurdum, o formada çəkirdim. Qəribə, neçə dəfə olub başımdan belə qırılıb deyib təpəmə. O planşetlə çəkmirdim deyə, çox çətin idi. Amma bir tərəf çəkib qurtarmışam. Yəni 2-3 dənə xəta nədir? Məncə o formada çəkməkdə 2-3 dənə xətaya dəyər. 33-ü başa düşdükmü? Keçək 34-cü sual. Eynisini də yazmağa ehtiyac varmı? O zaman 35-ci suala baxaq. Aralıqda təyin olmuş fx funksiyası üçün fx bölü x 0 böyükdür bərabərsizliyin x-in neçə tam qiymətində doğru olar? O çox qəşəng suallar gətiriblər. Yəni bu prosto ki bu suallar sizlikdirmi? 46-47 təkrardır. 48 40 o nə qədər uyğunlaşdırma var. Biz də uyğunlaşdırmaları heç vaxt yazmamışıq. 42 təzədir. Nəysə ki. Baxaq 35-ə. Aycan. Düzəltmişəm. Mən düzəltdiyim suallara baxmıram ki. Yəni sadəcə təzə köhnə sualları müqayisə edə bilirəm. Həll eləmirəm ki. Həll eləsəm zaten etalonu çıxararam da siz üçün. Aralığında təyin olunmuş funksiyası üçün fx böl x böyükdür 0 bərabərsizliyi x-in neçə tam qiymətində doğru olur? Hə. Nə baş verməlidir? Ay əziz şagirdlər. Fx böl x-in 0-dan böyük olması üçün nə etməliyik? Nə olmalıdır? Əslində bir iki dənə yol ağlıma gəlir. Köklərlə də gedə bilərik, interval çəkə bilərik, amma nəysə də 2 yol var. Mən birinci yol yazım. 0-dan böyük olması üçün yoldaşlarımızdan biri dedi ki, müəllim, həm bu da müsbət, bu da müsbət olmalıdır. Ya da hər ikisi mənfi. Yəni, həm x müsbət olmalıdır, həm funksiya. Ya da həm x mənfi olmalıdır, həm funksiya. İndi hər ikisinin birinci başlayıq mənfi olduğu aralığı. Həm funksiyanın, həm x-in mənfi olduğu aralıq haradır? Aycan? Burada burada adlana əzizlər. Fikir verin, həm x mənfidir. Mənfi 2 ilə mənfi 1-də həm x mənfidir, həm də funksiyanın qiyməti mənfidir aşağıda olduğuna görə. Tamam? Gəldik nəyə? Bir də müsbət-müsbətə. Hər ikisinin müsbət olduğu aralıq. Bu arada mənfi 2 yazmağım səhvdir. Niyə? Mənfi 2-də, əziz şagirdlər, cavab mənfi deyil. Axı, mənfi 2-də cavab nədir? 0. Amma bizdən nə istəyir? Sadəcə böyüyü. Ona görə bir dənə qiymət olacaq bura, mənfi 1. Bir dənə də qiymət olacaq burada. 5-dən sonra 6, sonra 7. 7-ni sayacağım da niyə saymayayım ki? 7 kvadrat metrəzə daxildir axı. Və 7-də cavab fikir verir, cavab da müsbətdir. 7 də müsbətdir. Neçə tam qiymətində doğru olar? Neçə oldu? 3 doğrudur. Başa düşdükmü? Ümid edirəm. Başa düşmədiksə... Aycan? Mənfi ehtimalını da götürdük də. Bura mənfi ehtimalı deyildi. Mənfi 1-ə bax. X-in mənfi 1 qiymətində funksiya da mənfi qiymət almır. Mənfi ehtimalı oydu. Bu mənfi ehtimalıdır. Həm x, həm y. Bu isə müsbət ehtimalıdır. Həm x, həm y. Başa düşdük? Möhtəşəm. Sonra? Əslində bunu necə də yazmaq mümkün olar? Bir dənə qoy mən interval çəkimdə. İnterval üsulu ilə də cavab çıxmaq ehtimalı var. Bax, sadəcə bir dənə əlavə kök. 7 bu funksiyanın köküdürmü? Funksiyanın köküdür 7. Xeyr. 7 kökdür. Kök 5-dir, mənfi 2-dir, mənfi 6-dır. 7 kökdür. Kökün buradan qiymət almağı... Bəli, sadəcə 7-10 axırıncı sərhədidir. 5-dir, mənfi 2-dir, mənfi 6-dır kök. Bir dənə də biz bərabərsizlikdir deyə məxrəci nə etməliyik? 0-dan fərqli.
Əzizlər, məxrəc sıfırdan fərqlidir, sürət sıfırdan fərqlidir. Yəni sadəcə kökləri tapaq. Yəni biz burada -6, fikir verin, x1 -6, x2 -2, x3 5, bir də x4 isə yazacağım sıfırdan fərqlidir. Niyə bunu yazdım? Çünki bunları mən funksiyadan tapdım ki, köklər bunlardır, amma bərabər deyil işarəsinə görə fərqli qoydum. Bir də məxrəc sıfır olmaz deyə yazdım. Başlayıram, içi boş -6, içi boş -2, içi boş 0, içi boş 5. Bu formada gedək. Bir dənə burada məsələ nədir? Görəsən plusla başlayırıq, minusla. Aycan? Plusla. Niyə plusla başlayırıq? Çünki 5-dən sonra necə qiymət alıb? Müsbət. Plus, minus, plus, minus, plus. Tamam. Bizə hansı hissə lazımdır? Amma və lakin fəqət halbuki aralığa baxın. Bu aralığı götürəcəyimi -6-dan solanı? Xeyr. -2-dən 0-a hansı ədəd daxildir? -1. 5-dən sonra hansı ədəd daxildir? 6 və 7. 7-dən o tərəfəni götürməyəcəm. Çünki kvadrat mötərizə verib ki, bu aralığın daxilində olsun. Belə bir həlli yolda yazmaq olar idi. Sonra? Tamam. -36. Deyir nöqtələri bu və bu bir nöqtədə kəsişirsə K-nı tapın. Üçün də bərabərləşdirəcəyik. 36, 37 qoşadı və asandır. Üçün də bərabərləşdirək. Üçün bərabərləşdirib x-i tapıb, ikisini bərabərləşdirib x-i tapıb, sonra da o birisiləri bərabərləşdirərik də. Y bərabərdir 5-də 1 x üstə gəl 2. Bir də var y bərabərdir x çıxı 6, bir də var y bərabərdir kx. İkisini bərabərləşdirək. 5-də 1 x üstə gəl 2 bərabərdir x çıxı 6. Hər tərəfi nəyə vuraq? 5-ə. O zaman nə olar? X üstə gəl 10 bərabərdir 5x çıx 30. 5x'i sola tullayaq. X çıx 5x bərabərdir -30 çıx 10. -4x bərabərdir -40. X bərabərdir 10. Aparıb yerinə qoyaq. Y bərabərdir nəyə? 10 çıx 6 4. O zaman burada da qoysaq yerinə 4 olar da. O zaman burada y-in yerinə nə qoyarıq? X-in yerinə? Bəli. O zaman olacaq ki, k vurulsun 10 bərabərdir 4-ə. K da bərabərdir 10-da 4-ə. 0 10-da 4. Yəni 5-də 2. Cavab D variantı. 36-cı sualdan sonra 37. Eyni şeydir, ehtiyac yoxdur yazmağa, deyirsinizsə tamam. 38. Fx funksiyaların qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Allah. Yox, f-in içində cx-dir. Bu nə deməkdir? Bax, cx nədir? Cx nədir? Fx nədir? O zaman fcx nədir? Bəli. F -3 vurulsun gx plus 1. Fx budursa, fgx nə olacaq? Yəni x-in yerində nə durubsa aparıb yerinə qoymuruq. Fgx də olacaq -3gx plus 1. Gx-in yerinə nə qoyaq? 2x çıx 1 üstə gəl 1. Bunu da yazaq. -6x üstə gəl 3 üstə gəl 1. -6x üstə gəl 4. Tamam. Deyir ki, qrafiki ordinat oxunu hansı nöqtədə kəsəcək? Hansı nöqtədə kəsəcək ordinat oxunu? x0, y. Neçə? 4. Doğrudur. 0, 4 cavab B variantı. 38-dən sonra baxaq. Oldu. 38-dən sonra baxaq 39-cu suala. Fx düz xətti ordinat oxunu 0,8 nöqtəsində kəsir. Fx üstə 6 düz xətti absis oxunu -7 0 nöqtəsində kəsirsə, Fx çıx 2 düz xətti absis oxunu hansı nöqtədə kəsir? Düz xəttin tənliyi necə yazılır? Aycan? Əla. Ordinat oxunu hansı nöqtədə kəsir? Ordinatı 0,8-də kəsirsə, demək B neçədir?
Əla. Hə, və bizə deyir ki, fx üstəgəl 6. Fx üstəgəl 6 nə olacaq? Birinci fx-i tamamlayaq. B 8-dir də. Fx üstəgəl 6. Fx üstəgəl nə olacaq? 6. Düz xətti apsis oxunu -7 0 nöqtəsində kəsir. Ki, bu düz xəttim oldu belə. Apsis oxunu harada kəsdi? -7 0. Bu nə deməkdir? Bu o deməkdir ki, bəli, k vur -7, üstəgəl 14 bərabərdir 0-a, -7k bərabərdir -14, k bərabərdir 2. Əla, k-nı 2 tapdıq. Aparıb yerinə qoyaq. Fx nə olacaq? 2x üstəgəl 8. Burada da problemimiz yoxdur. Sonra isə fx sıx 2 ilə işləyəcək. Fx sıx 2 olacaq. 2x üstəgəl 8 sıx 2 nə edəcək? 2x üstəgəl 6. Bu düz xətt apsis oxunu hansı nöqtədə kəsir? Apsis oxun kəsdiyi nöqtə dediyinə görə bərabərləşdirəcəyik 0-a. 2x bərabərdir -6, x bərabərdir. X -3 cavab. C variantı. Belə qəşəng suallar hazırlayıblar. Maraqlı suallardır. Məsələn, çox da çətin deyil də. Buraxılışa Əndrabadi sual salmaqdansa sal da bunu. Məsələn, qəşəng sualdır. Bu salması bir sualdır. Və əziyyət çəkib hazırlamışsınız da. 39. Buraxılışa da heç demək olar ki, təzə suallardan mən buraxılışda demək olar ki, görmədim. Onda harada görəcəyik? Yes. 39-dan sonra müsbət istiqaməti ilə əmələ gətirdiyi buzağın nə edəcəyik? Aparıb f-in c-nin yerinə yazıb k-nı tapacağıq. Getdik. Fx. Birinci cx-i yazıram. Cx 2-də 1x sıx 1. Fx -2x üstəgəl 3. Bizdən nə istəyir? Fcx. Fcx nə olacaq? -2 vur cx üstəgəl neçə? 3. Fcx bu olmamalıdır. Fcx aparıb yerinə qoydum. -2 vur cx-in yerinə nə yazarıq? 2-də 1 x sıx 1 üstəgəl 3. Bu da bərabərdir. -2-ni 2-də 1-ə vursaq. -x, -2-ni -1-ə. Üstəgəl 3. Bu da elədir. -x üstəgəl 5. Bizdə nədir? Bucağın dərəcə ölçüsün, apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq, yəni k. K bərabərdir tangens alfa. Bu da bərabərdir nəyə? -1-ə. Tangens alfa -1-dirsə alfa 135 dərəcə. Aydındır. Sağ qeyd edin, keçək növbəti sualımıza. Növbəti sual. Dan sonra 41, bu da maraqlı sualdır. Fx düz xəttli ordinat oxun. Bayaqçı sual oxşayır. Bir dənə fərq nədir? Burada x sıx 4 ilə əvəz olunacaq. Fx düz xəttli ordinat oxun. Düz xətt deyirsə tənliyə hansı formadadır? Ordinat oxun 0,6 nöqtəsində kəsirsə demək b-si neçədir? Aparıb yazaq yerinə. Fx bərabərdir kx üstəgəl 6. Kəsir. Fx sıx 4 düz xətti apsis oxunu -5 0 nöqtəsində kəsir. Fx sıx 4 nədir? Bəli. K vur x sıx 4 plus 6. X oxunu hansı nöqtədə kəsir? -5 0. X-in yerinə -5 y-in yerinə 0 qoyaq. K vurulsun x-in yerinə -5 sıx 4 üstəgəl 6 bərabər 0. Bəli, -9k plus 6 0. -9k -6 k bərabərdir. -6 bölü -9 yəni 3-də 2. Fx düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi fiqurun sahəsini tapın. Anladı ki. Bu indi qrafikini çəkək. Aha, biraz bunu sola sürüşdürüm. Yox, sual asan sualdır. Sadəcə çox yersiz uzundur da. Bunu tapdıq. Deməli fx hansı formadaymış?
K-nı tapdıq da. 3'də 2x üstəcək. Neçə? İndi də qrafikin oxları ilə kəsişmə nöqtəsindən əmələ gələn fiqurun sahəsini. Qrafiki çəkmək üçün bir dəfə nə edərəm? X-ə 0 desəm, Y. Bir dəfə də Y-ə 0 desəm, 3'də 2x üstə 6 bərabərdir 0. 3'də 2x bərabərdir -6. 3'ə vuraram. 2x bərabərdir -18. X bərabərdir. Kəsdiyi nöqtələri də təyin elədik. Sonra da qrafikimizi çəkək. Biraz da sola sürüşdürüm. Qrafiki çəkirəm. Hansı nöqtələrdir? X-i -9, bir də Y-in 0,6, bir də -9 0-da kəsir. Ona görə qrafiki belə çək. Ona görə qrafiki belə çəkəcəm. Buradan çəkim. X oxun kəsdiyi nöqtə -9 0. Y oxun kəsdiyi nöqtə 6. Bunu da birləşdirərəm. Əmələ gətirdiyi fiqurun sahəsi. Buraya elədi 6, buraya elədi 9. S bərabərdir AB bölü 2. Yəni 27. Bu qədər. Sual sadədir. Gedib axırına çıxmaq uzadır. Uzadım bunlar sualları. Yaxşı. Bu uzadılmış sualları tutaq ki, imtahana qoydunuz. Uşaq necə yazsın? Yəni bir dənə sual qoydum, bəsdir də sən bir sualın içində niyə 3 dənə sual qoyursan? Bir dənə asan yol mümkün deyil burada. Səncə? Çünki sən necədir qadası? Bax. Sən birinci bunu tapırsan. Tapdığın məsələn B ilə gedib K-nı tapırsan. Tapdığın K ilə gedib qrafiki çəkirsən. Tapdığın qrafikdən gedib sahəni tapırsan. Ki orada birbaşa tapılası bir şey deyil də təəssüf arasındadır. Amma uzundur da nə deyə bilərəm, uzundur. O hissəsi sual asandır. Getdiyin yolu düşünməzsən. Sual çətin deyil ki, düşünürsən. Aycan? -5-0 qoyduq da. Sualın axırına çatdım, əvvəli yadımdan çıxdı. Şagirdimin. Aycan. Bax da, bax. -5-0'ı burada yerinə qoydum. Yo, şəkil funksiya budur axı. Növbəti sual 42. Hələ bu suallar nədir ki? İndi bunların məsələn tapdın, sonra onun məsələn absis oxu ətrafında fırlanmasından əmələ gələn fiqurun səthinin sahəsini də istəyə bilər. Elə də eləyə bilər. Nə var ki burada? Funksiyasının qrafiki, modul funksiyasının qrafiki 8 düz xəttinin əmələ gətirdiyi qapalı fiqurun sahəsini tapın. Bunu iki formada yaza bilərik. Qapalı fiqur deyirsə mən integralla yaza bilərəm. Amma əlbəttə yazmıram. Çünki integral keçmişəm burada. Funksiya daxil, funksiyada integralın nə işi var? Ona görə nə edəcəm? Qrafiki çəkəcəm. Əzizlər, qrafiki çəkməyinə məsələ nədir? Birinci funksiyaları yazaq. O birisi isə bunların əmələ gətirdiyi deyirsə, demək bunlar nə olacaq? Kəsişəcək də ana, kəsişməyəcək. Kəsişməlidir ki, qapalı bir fiqur əmələ gəlsin də. İndi getdik. Mən burada qapalı fiquru çəkməyə çalışıram. Bu sual əslində nisbətən rahat suala oxşamaq istəyir. Fiqur. Yəni, açıq fiqur olmaz ki. Getdik. 8'i sabit olaraq çəkək. 8 bu deyil. 8 də sabit. Bəs x çıx 1 plus 2 hardan başlayacaq? Bunun m-i neçədir? N-i neçədir? Təpəsi 1, 2-dir da ana. Bura 1, bura isə 2. Buradan başlamayacaq. Buradan başlayıb qolları gedəcək yüz yuxarı bu formada. Tamam. Bunun nəyin istəyir? Sahəsi istəyir. Asantdır bu hissəsi. Nəyi asantdır? Hündürlüyünü tapmaq. 2-dən 8-ə qədər hündürlük. Bir dənə məsələ nədir? Bu nöqtələri tapmalıyıq biz. Bu nöqtələrdə bunlar nə edir? Kəsişibsə, kəsişəndə nə edirik? Bərabərləşdirək də. X çıx 1 bərabərdir 6-ya.
O zaman bir dəfə olduğu kimi yazaq. X sıx 1 bərabərdir 6-ya, x bərabərdir 7-yə. Bəli. Mənfi x sıx 1 bərabərdir 6-ya. Mənfi x üstü 1 bərabərdir 6-ya. Mənfi x bərabərdir 5-ə, x bərabərdir mənfi 5-ə. Deməli, buranın koordinatı mənfi 5 imiş. Buranın koordinatı. Buradan bura məsafə. Hə, bu 6-dırsa, bu neçədir? 12. S bərabərdir. A vur B bölü 2. AB bölü 2. Üzr istəyirəm. AB bölü 2 nə idi? AH bölü 2. 2-də 1 H. AH. Tərəf 12, hündürlük 6 bölü 2. 36. Başa düşdükmü? Növbəti sual. 42-dən sonra. Pis gəlməmiş. 42-yə qədər heç olmuyor. Bu burada uyğunlaşdırmaya qədər gəlib çıxaq heç olmuyor. 43 eynisidir. Yazmıram. Ümid edirəm yaza bilərsiniz. Yazarsınız. 44-cü sual. B parametrinin hansı ən kiçik tam qiymətində funksiyasının qrafiki ilə kəsişmir? Kəsişmir nədir? Kəsişmir nədir? Niyə deyə B parametrinin hansı ən kiçik tam kəsişmir deyir axı. Nətər dəyişək? Niyə dəyişək? Bərabər deyəcəm, sonra. Ay sən bərabər deyil qoyacaq. Bəli. Niyə? B parametrinin hansı ən kiçik tam qiymətində funksiyasının qrafiki kəsişmir. Hə, oyda. Bərabərləşdirib alınan tənliyin diskriminantın sıfırdan kiçik eləyəcək. 8 dəqiqəmiz qaldı. Qısa sualdır. Prosto başa düşmək lazımdır. Sən bunu başa düşdünsə, məndən pis müəllim yoxdur. X kvadratı. Aycan. Yox da başa düşməyib də, indi 3x sıx B. Əzizlər, deyir kəsişmir. Tamam, o deyir kəsişmir, mən deyirəm kəsişsin, amma kökü olmasın. Eyni məna vermir. Eyni məna vermir. Kəsiş... Aycan, diskriminatını tapdın. Onda düz taparsan yəqin. Deməli, dəyərli şagirdlər, kəsişir şərti ilə rəng edək. Kəsişəndə bunlar nə olur? Bərabər. Tollayın sola. 23, 4, 16, 23 olar. Çıx 3x üstə gəl B bərabər 0. X kvadratı çıx 8x. Üstə gəl B çıx 7 bərabər 0. Bax, kəsişməsi üçün bunun həlli olmalıdır. Kəsişməməsi üçün bunun həlli olmamalıdır. Kəsişirsə buradan cavab çıxacaq. Buradan cavab çıxmasa deməli kəsişməyəcək. Da. Aha. Mənfi B kvadratı çıx 4AC. Kiçikdir 0-dan. Yes. 4B, 420. Aha. Düzdür. 64'den 28'i toplayın. Neçə edir? 92. Buradan da mənfi 4B kiçikdir. Mənfi 92'den böyükdür. Hə, 23'den böyük. Cavab. Növbəti sual. Eylisi müəllim. Deyəsən, oxşuyur. 45-ci sual. 45-ci sualı mən ağlıma gələn üsulla yazmışdım, cavab düz çıxmamışdı. 45-i necə yazırıq? Bir dənə yol var, bir dənə yolu mən sizə deyəcəm, yazarıq elə. 45-də bir dənə Seymurun yol var həmişəki kimi. Seymur,
45-i nətər təklif eləmişdin? Yadımdan çıxdı. Həcən? Ay, sağ ol Sadiq. Deməli, A parametrinin hansı qiymətində kvadratik funksiyanın qrafikinin təpə nöqtəsi 3x üstəgəl 10 tənliyi ilə verilmiş düz xəttin üzərində olur. Mən əslində burada təpə nöqtəsi bunun üzərində olduğuna görə nə düşünmüşdüm? Düşünmüşdüm ki, təpə nöqtəsi üzərindədirsə, bərabərləşdirəcəm və diskriminantı sıfır edəcəm. Təpə nöqtəsi bunun üzərindədir axı. Sonra gördüm, yox, əslində o deyil. Nədir burada? Təpə nöqtəsi bunun üzərində deyil. Təpə nöqtəsini tapaq. Ax kvadratı üstəgəl 2ax üstəgəl 3a çıx 9. M nəyə bərabərdir? Mənfi b böl 2a. Yəni, mənfi böl 2a. M mənfi 1'dir. Tamam. İndi M mənfi 1'dir. Təpə nöqtəsinin x-i nə elədir? Mənfi 1. Elə deyil. İndi aparıb n-i tapanmaram. N neçə eləyir? Aha. Deməli, a vur mənfi 1'in kvadratı üstəgəl 2a vur mənfi 1 üstəgəl 3a çıx 9 a çıx 2a üstəgəl 3a çıx 9 nə oldu? 2a çıx 9. İndi təpə nöqtəsinin x-i və demək, əzizlərim, təpə nöqtəsinin x-i mənfi 1, y-i. İndi aparıb orada yerinə qoyanmaram. Çünki tənliyi ilə verilmiş düz xəttin üzərində. İndi bunun təpə nöqtəsi bunun tənliyinin düz xətt üzərində deyil. Tənliyin üzərindəsə demək tənliyə aiddir də. Aparıb yerinə qoyaram da. Aparıb y-in yerinə 2a çıx 9 yazıram. 3 sıfır olsun, mənfi 1 üstəgəl 10. 2a bərabərdir. Mənfi 3 üstəgəl 10 üstəgəl 9. Yəni 2a bərabərdir 16, a bərabərdir 8. Qəşəng sual idi. Bərabərləşdirəndə mən çatmadı o, niyə alınmadı? Çünki səncə əslində bərabərləşdirib diskriminantı sıfır eləməkdə orada əslində bir şey olmalıdır, tutmalıdır ki, orada onların bir dənə ortaq nöqtəsi var. Bərabərliyinin sıfır olması tutmalıdır. Orada diskriminantı sıfıra bərabər olmalı. Çünki bir nöqtədə bərabərdir. Prosto. Yox, səbət nədən? Yox, bir qulaq as, mən sənə nə deyirəm? İkisinin bərabərliyinin alınan tənliyinin diskriminantı sıfır. Orada ikisinin bərabərliyinin bir kökü halı tutmalıydı, tutmamışdı. Bəlkə də nəsə xəta var. Mən onu görə bir dəfə tam dəqiq araşdırım. Ay, sağ ol. Ola bilər, hə? Bəli, bütün sual düz deyirsən. Yəni, o şərti mən araşdıracağam, baxacağam o şərtə. Çünki bir neçədən sualda var, belə problem. Əgər tutursa, o şərt də tutmalıdır axı. Bir kök olmaq şərti tutmalıdır. 46. Şeycədir, bəzən sual hazırlayanda suala sadəcə bir bucaqdan baxırlar. Bir aspektdən baxırlar. Uşaq da gözləyirlər ki, ancaq bir tərəfdən baxıb cavab tapsın. Digər tərəfləri də fikir verməlidirlər. 46 sadə sualdır. 46-nı bizim 2 dənə yol var, hərəsinin bir üsulla yazıram. Deməli, 46-da x sıx 2 nin kvadratı üstəgəl 3 buraxılış sualıdır, düzdür bu. Üstəgəl 3 funksiyasının grafikinin 10 apsisi oxunu, koordinat başlanğıcı və oradan toxudan nəzərən simmetrik. Grafiki bir dənə çəkisi yol var. İki üç nöqtəsi təpə nöqtəsi deyil. Təpəni qeyd edək. 2 və bura. Təpədən üz yuxarıdır, üz aşağıdır. Üz yuxarı. Bu təpədən üz yuxarıdır. Buradan üz yuxarı bu formada. İndi mən nə edərəm? Birinci nəyə nəzərən çevirməliyik bunu? Birinci absis oxuna nəzərən. Absis oxuna nəzərən çevirsəm, təpəsi hara düşəcək? Gəlib düşəcək təpəsi mənfi 3-ə. Bayaq təpəsi nə idi? 2, 3. Yəni M2, N3. Sonra çönəndə təpəsi neçə eləyəcək? 2 mənfi 3. 2 mənfi 3, düzdür? Demək, təpəsi nə olacaq x-ə nəzərən çevirirəndə? O x-ə nəzərən çevirəndə, o x-ə nəzərən. Təpə nöqtəsi M-i oldu 2, N-i oldu.
O zaman düstur necə olacaq? Y bərabər A vurulsun x çıx m plus n deyil. İndi fikir verin, bayaq qollar yuxarı idi. İndi nə oldu? Qollar aşağı. X çıx 2-nin kvadratı üstəcə 3. Sonra gedək koordinat başlanğıcına nəzərən. Koordinat başlanğıcına nəzərən çevirsək, gəlib -2, -3-ə düşməyəcək. Və birincini tapdıq. Birincini tapdıq ki, -x çıx kvadratı plus 3 yazmışam. Minus 3, üzr istəyirəm. Minus 3. Təpə nöqtəsi n -3-dür axı. N'in özünü qoyurduq yerinə. Gəldik. Sonra gedirik bura. Düzdür? Fikir versək, koordinat başlanğıcına nəzərəndə yenə də nə baş verəcək? M-i koordinat başlanğıcına 0-0-a nəzərən nə olacaq? Təpə nöqtəsi olacaq, M-i olacaq -2, N-i olacaq. Aparıb yerinə qoyun. Bu arada əmsal yenə mənfidir ya. Demək, x çıx yoxsa x plus? Çıx 3. Gəldik sonuncuna. İndi bunu bu tərəfə nəzərən fırladanda A-sı müsbət. Təpə nöqtəsinin x-i -2 ilə müsbət 3. X plus 2-nin kvadratı plus 3. Bu bunun bir üsuludur. Bir üsullu belədir. Tamam. Keçirik o birisi üsuluna. Bu üsulu başa düşdük mü hər birimiz? Möhtəşəm. O birisi üsulu isə xəccə öyrədir. Yəni xəccədən götürmüşük. Açıq danışım. O burada bir sualda tapmışdı. Çox qəşəng tapmışdı. İndi bilmirəm burada tutacaq ya yox. Yoxlayaq. Y bərabərdir. X çıx 3-ün kvadratı üstəyə 4. Nəyə nəzərəndən başlayaq? O x-ə. O x-ə nəzərəndən başlasaq, o x-ə nəzərəndə x nə olurdu? Y əksinə dəyişirdi. Onda x-i saxlayın. Y-i isə əksinə dəyişin. Y-in yerinə nə yazaq? -y bərabərdir. X çıx 3-ün kvadratı üstəgəl 4. Olar. X qalsın, y əksinə dəyişsin. Hər tərəfi -1-ə vurun. Belə funksiya olmur axı. -x çıx 3-ün kvadratı üstəgəl 4. Aycan? Çıx 4. Təşəkkürlər. Bayaq da belə tapmışdıq, hə? Sor. Mənfi. Bu da bir yol və bu ən qısa yoldur da buradakı. Çıx 4. Sonra gedirik koordinat başlanğıcına nəzərən. Koordinat başlanğıcına nəzərəndə nə baş verirdi? Hər ikisi əksinə dəyişir. Y-in yerinə. X-in yerinə isə çıx 3-ün düzdürmü? İndi kvadrat bu mənfilər deyil. Mənfiləri olar mı belə yazaq? -y bərabərdir. Mənfi. Kvadrat mənfi nə edəcək? Onda yaza bilərəmmi? X üstəyə 3-ün kvadratı plus 4. Olar? Hə, o zaman nə olacaq? Hər tərəfi -1-ə vuraq. Bu da eləyəcək. X mənfi. X üstəyə 3-ün kvadratı çıx 4. Mənfi x üstəyə 3-ün kvadratı çıx 4. Sonuncuda isə nəyə nəzərən eləyirik? O y-ə nəzərən. O y-ə nəzərən isə y qalır. X-in yerinə nə qoyacam? İndi əzizlərim, zaten kvadrat mənfi nə edəcək? Mənfini çölə çıxaracam, aparacaq da bu sol tərəfdəki kimi. Mənə görə şəklini çəkmədən yaza biləcəyimiz ən qısa formatı budur. Və bu da super bir yoldur da. Başa düşdün mü? Möhtəşəm. Ver. Onun bura nə aidiyyatı var? Bunu qutaraq sonra verərsin də, olmaz. Bunu sonra çataq sonra da. Bildim hansı sualıdır? Ehtimal nəzəriyyəsinin sualıdır. Gələcəm. Gəlirəm əzizim. Bir dənə sualını denən. Şərtin axırını de. 6'ya gələn başlayın. Yox, ehtimal deyil ki. Yox. Aha. Funksiyası üçün uyğunluğu müəyyən edin. Məsələn, bu sadə funksiyadır. Qrafikin təpə nöqtəsi 1 -1-dir. Aparıb 1-1 yazıb yoxlayacağıq. Ehtiyac var bunu tapmağa. Məsələn, ən kiçik qiyməti -3-dür. Nəyə uyğundur? C-yə. Törəmə ilə də tapmaq olar, belə də tapmaq olar. Məsələn, törəmə ilə tapsaq, qrafikin təpə nöqtəsi 1 -1 bura uyğun olar. 14x çıx 14. 14x çıx 14 bərabərdir 0. 1 qoyanda həqiqətən də -1 verən bu olur. Yazmağıma ehtiyac var mı bunu? Bu sadə sualdır.
3-ün uyğunluğu müəyyəndir. Bu da eyni tipdir. X-in yerinə 2 qoyduqda təpə X2 nöqtəsində alınır. Bunlar asandır. Uyğunluğu müəyyən edin. Təyin oblasti -4 müsbət sonsuzluqdur. Bura A gedir. Bura B gedir. Cüt funksiyadır. Ümumiyyətlə, burada heç biri cüt funksiya deyil. Niyə? Çünki biri təkdir, biri cüt. Bunun toplamı cüt verməz. Ya da ki, hamısını da qoyub yoxlasınız, görəsiniz ki, cütlə əlaqəsi yoxdur. X-in yerinə 2-sini qoyanda eyni qiymət almır da. Yəni, mənfi udan bir şey yoxdur axı burada. Cüt heç birinə uyğun deyil. Azalan funksiyadır. Əlbəttə ki, D-yə uyğundur. Əmsal mənfidir. Təyin oblasti 4 müsbət sonsuzluqda, o da Y-yə uyğun gedir. 51 eynisidir. 52-də aparıb bir-bir yerinə qoyarıq. Baxın, məsələn, bu nədir? Bu cüt hissədir, bu tək hissədir, bu da cüt hissədir. Tamam. Bəli. A -3 olduqda cüt funksiyadır, artan funksiyadır. Aha. İndi burada məsələ nədir? Əgər burada A-nın yerinə -3 qoyanda, A-nın yerinə -3 qoyanda x kvadratı nə olur? Gəlin bir də -3-ü qoyub tez mənə deyin də. Bu hissə nə olacaq? Gedəcək. -3-ü bura qoysaq neçə eləyir? -5 x üstəyə neçə alındı? 1. Buna cüt funksiya deyə bilərsinizmi? Xeyr. Buna cüt funksiya deyənməzsiniz. Buna azalan funksiya deyə bilərsiniz. Azalan funksiya deyə bilərsiniz. Tək funksiya da deyənməzsiniz. Niyə tək funksiya deyənmirik? Çünki bir sabitdir, cütdür. -5x, x-dir, təkdir. Nə tək, nə cüt. X0 düz xəttinin qrafikini simmetriya oxudur. Yox, burada yox. 1-yə D getdi, D-ni tulladıq. -4 qoyun hələ. Nə olur? Bəli, x kvadratı. Aycan? X kvadratı. X kvadratı boş. Elə deyilmi? Artan deyil. Cüt funksiya müəyyən intervalda artır, müəyyən intervalda azalır. Buna bir dəfəlik artan deyəmirik. Ona görə nə edirik? Cüt funksiyadır. Sonra gəldik. DA getdi. Başqa 0 ay sağ. Yox, şey oxu, Y oxu. Y oxu. Ha, oradan deyil. İndi funksiyadayıq. Y oxu. Birazdan baxacağıq oxşarlığa. Qrafiki bu deyil. Həqiqətən də bunun simmetriya oxudur. Burada Y getdi. Bir dənə qaldı A3. A3-ü qoyun yerinə. 3-ü yerinə qoysaz 0. Bura gedir. Burada 3-ü yerinə qoyanda 9 üstəyə 6 çıx 8. 7x üstəyə 7. Artan funksiyadır. Tək funksiyada deyil. Bu formada qoyarıq. Məsələn, imtahana belə bir dənə uyğunlaşdırma düşsə, məncə rahat yazarıq. Çətin deyil ki. 53 də. Aycan? İkinci. Cüt funksiya həmişə artan və ya həmişə azalan ola bilirmi? O, qrafik belə deyil. Azalıb sonra artır. Müəyyən aralıqda azalır, müəyyən aralıqda artır. 53 eynidir. Gəldi 54-də. Birinci cütdür tək. Y oxuna nəzərən simmetrik daxil. Birinci cüt funksiyadır. 1-ə C uyğun gəlir. Sonra nə var? Kvadrat funksiyadır. Hədə kvadrat funksiya deyil bu. Kvadratın qrafikdir. C ilə nə idi? CB uyğun gəlir. BC. 2-yə tək funksiyadır. Niyə? Koordinat başlanğıcı nəzərən simmetrik daxil. Bir də bu kubik funksiyadır da. A ilə Y uyğun gəlir. BC, A-Y. Burada nə qalır? D. Nə? Tangensiya da oxşur. Sağ tərəfdəkini deyirsən. Tangensiya da oxşur. Kuba da oxşur. Amma sən bir dənə yerinə x-in bəli, görsən ki, hə, 1 qoyanda 1, 2 qoyanda 8 alınır. Demək kubikdir. Bu. Deməli, birinci tək funksiyadır, cüt. Birinci tək funksiyadır. Tək funksiyadır, tərs funksiyadır. İkinci modul funksiyadır. Cüt funksiyadır. Bu da nə tək, nə cüt funksiyadır. Çox sadə idi və 2 dəfə imtahana düşüb ha. Yəni bundan vəziyyətdən çox rahat çıxmaq olur.